Salam gözəl izləyicilər, gözəl insanlar. Maliyar sənətinə təzə gəlmişəm, öyrənirəm asta-asta Allahın köməkliyi ilə. İstəyirəm bütün işlərimizi, bütün gördüyümüz sənətin incəliklərini xırda-xırda sizinlə çəkim paylaşım. Yəqin dəstək olarsınız, bəyənərsiniz, kanala da abunə olarsınız. İndi burada ilk önə işlədiyimiz işlərdən var. Amma bunun sırf təməlindən, necə işlənəcək, necə olacaq, hamısını sizə izah eləyəcəm. Asta-asta bir-bir, hər birini işlədikcə göstərəcəm. Burada məsəl üçün sıfır, nətər deyim, ən birinci, ən təzə buferimiz var, onu göstərdim. Deməli, nə eləmişik? Birinci bunun çartdaqlarını aparatlamışıq. Aparatladıqdan sonra isə, belə deyim sizə, şpaklovka çəkilir. Bu düzlənir, hamarlanır, əlvi sürtürsən, dalğa yoxdursa, batıq yoxdursa, şiş yoxdursa, hamısı işlənir. Ondan sonra isə bunun üstünə bu rənglə, fərqi yoxdur rəngin, amma belə astar vurulur, tozlanır. Bu da sürtüləndən sonra Allahın köməkliyi ilə bu ağappaq olur. Nöqtələr yəni xırda-xırda nöqtələri olur, daş qırıntıları olur, dəyir. Çatlar olur. Onlar hamısı dolur. Görün burada nöqtələr var. Və belə nöqtələr dolur. Kontrolunu şpaklovka ilə doldurulur nöqtələr. Tərtəmiz olandan sonra silib təmizləyib asta-asta kraskaya verilir. Kraska da maşallah gördüyünüz kimi indi sərin tozlayıb yoxdur. Gördüyünüz kimi dünən axşamdan qalıb bu maşın. Hamısı yerində. Bir də axıntı yox, bir şey yox, tərtəmiz. Bunu silib görsədə də bilərdim, amma göz qabağındadır. Bu filmimiz. Belə videolar istəyirsinizsə, əgər bəyənin, dəstək olun. Mən də öyrəndiklərimi sizə asta-asta görsədim, bilməyənlər bilsin. Bəlkə mənim kimi sənətə gələnlər, təzə öyrənmək istəyənlər, bəlkə nəsə faydalandılar, bəlkə nəsə maarifləndilər. Xırda-xırda, yəni gördüyüm işləri və öyrəndiyim nələrisə asta-asta sizə çəkib göstərmək istəyirəm. Allahın köməkliyi ilə dəstəyinizi əsirgəməyin, həmişə də dəstək olun. Çox sağ olun, minnətdarım.